Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qida emalı və qida məhsullarının qurudulması üzrə müasir tədris istehsalat emalatxanasının açılış mərasimi keçilib. Mərasimdə Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı və Peşə Təhsilinin İnkişafı Fondunun direktoru İdris Musayev iştirak ediblər. Tədbirə həmçinin tərəfdaş təşkilatların təmsilçiləri, təhsil müəssisələrinin rəhbərləri, müəllim və tələbə heyəti qatılıb. Rəsmi hissədən əvvəl qonaqlar üçün Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil olunub. Daha sonra iştirakçılar yeni istifadəyə verilən müasir emalatxana və laboratoriyalarda yaradılan şəraitlə yaxından tanış olublar. Qonaqlara qida məhsullarının emalı və qurudulması prosesi əyani şəkildə nümayiş etdirilib. Yaxşı peşə sahibi olmaq üçün təkcə yaxşı oxumaq kifayət etmir. Eyni zamanda işi praktikada öyrənmək lazımdır. Elə bu məqsədlə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində qida emalı texnologiyaları tədris istehsalat sahəsinin açılış mərasimi baş tutdu. Məlumat üçün bildirək ki, artıq tələbələr burada praktika keçəcəklər. Yəni elə oxuduqları yerdə təcrübə toplayacaqlar. Müasir avadanlıqlarla gördüyünüz kimi işləyəcəklər. Bu da onların gələcəkdə əmək bazarına daha sürətli iş tapmalarına kömək edəcək. Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli peşə təhsilinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. Təsadüfi deyil ki, 2025-ci ildə Cənab Prezident peşə təhsili sisteminin potensialının gücləndirilməsindən bağlı deməli sərəncam da imzalayıb və bu sərəncama əsasən Azərbaycan Respublikası ərazisində 21 yeni peşə təhsili müəssisəsinin tikilməsi, ikisinin də əsaslı təmiri nəzərdə tutulur. Peşə təhsili də bizim beynəlxalq əməkdaşlığın bir elementidir və tezliklə Azərbaycan və Türkiyə əməkdaşlığı çərçivəsində iki peşə təhsili müəssisəsinin də yaradılması nəzərdə tutulur. Hal-hazırda peşə təhsili üzrə ixtisasların təsdiqatının yenilənməsi ilə də məşğuluq və burada da, yenə deyirəm, sənayenin ehtiyacı, beynəlxalq təcrübə nəzərə alınacaq. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı isə çıxışında Qəbələ və Bərdə Dövlət Peşə Təhsil Mərkəzlərində qida emalı və qida məhsullarının qurudulması üzrə müasir tədris istehsalat emalatxanalarının Peşə Təhsilinin İnkişafı Fondunun dəstəyi ilə yaradıldığını vurğulayıb. Tədris aparılacaq emalatxanada təhsil alacaq tələbələrimiz artıq növbəti dövrdə, növbəti mərhələdə tədrisi bitirdikdən sonra çalışacaq, işləyəcəyi iş mühitindən eynisi ilə həmin orada çalışacaq avadanlıq, texnologiyalar artıq təhsil aldığı müddətdə tanış olmuş olacaq. Bu isə həmin məzunlarımızın əmək bazarına sürətli inteqrasiyası, eyni zamanda işə götürənlərin ixtisaslı kadr olan ehtiyaclarının çox effektiv şəkildə təmin olunmasına töhfə verəcəkdir. Daha sonra çıxış edən Peşə Təhsilinin İnkişafı Fondunun direktoru İdris Musayev, Veseloğlu Şirkətlər Qrupunda Korporativ Kommunikasiyalar Departamentinin rəhbəri Sənubər Nəzarova və digərləri qeyd ediblər ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində yaradılan 642 kvadrat metrli müasir qida emalı texnologiyaları tədris istehsalat sahəsi tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirilməsinə imkan yaradacaq. Sonda tədbir çərçivəsində hazırlanan məhsullar nümayiş etdirilib və iştirakçılara təqdim olunub.